Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda diplomatik xidmət sahəsində çalışan şəxslərlə bağlı mühüm yenilik gündəmə gəlib. Milli Məclisdə müzakirə olunan diplomatik xidmət haqqında qanun layihəsinə təklif edilən dəyişikliklər diplomatların sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklərə əsasən diplomatlar pensiyaya çıxarkən onların orta aylıq əmək haqlarının 6 misli həcmində birdəfəlik ödənişi ala biləcəklər. Bundan əlavə maaş sistemində yeni əlavələrin tətbiqi də nəzərdə tutulur. Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, bu dəyişikliklər Azərbaycanın diplomatik xidmət sisteminin inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə diplomatik xidmət digər dövlət qulluğu sahələrindən fərqli xüsusiyyətlərə malikdir. Diplomatlar xarici ölkələrdə fəaliyyət göstərir, uzun müddət ailələrindən uzaq qalır, müxtəlif siyasi və beynəlxalq proseslərin mərkəzində çalışırlar. Bu səbəbdən onların sosial təminatının gücləndirilməsi dövlət tərəfindən xüsusi diqqət tələb edən məsələlərdən biridir. Elçin Mirzəbəyli qeyd edib ki, diplomatlara pensiya zamanı veriləcək bir dəfəlik ödəniş onların uzun illər ərzində göstərdikləri xidmətə verilən dəyərin ifadəsi kimi qiymətləndirilə bilər. O bildirib ki, bu cür sosial təminat tədbirləri həm beynəlxalq təcrübəyə uyğundur, həm də dövlət maraqlarına xidmət edir. Deputat eyni zamanda vurğulayıb ki, müasir dövrdə diplomatiyanın rolu əvvəlki illərlə müqayisədə daha da genişlənib. Artıq diplomatik fəaliyyət yalnız rəsmi görüşlər və protokol tədbirləri ilə məhdudlaşmır. Müasir diplomatlar iqtisadi əməkdaşlıq, enerji siyasəti, beynəlxalq hüquq, informasiya təhlükəsizliyi və strateji kommunikasiya kimi sahələrdə də mühüm rol oynayırlar. Mütəxəssislərin fikrincə, rəqabət qabiliyyətli əmək haqqı və sosial təminat mexanizmləri peşəkar kadrların dövlət xidmətində qalmasına kömək edir. Bu isə ölkənin xarici siyasət sahəsində daha güclü mövqe tutmasına şərait yaradır. Qeyd olunur ki, Azərbaycanın son illərdə həyata keçirdiyi fəal xarici siyasət kursu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləməsi regionda formalaşan yeni geosiyasi vəziyyət və iqtisadi diplomatiyanın inkişafı diplomatik korpusun üzərinə əlavə məsuliyyətlər qoyub. Məhz bu səbəbdən diplomatik xidmət əməkdaşlarının maddi və sosial təminatının gücləndirilməsi strateji əhəmiyyət daşıyan məsələlərdən biri hesab olunur. Deputat Elçin Mirzəbəyli hesab edir ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər yalnız sosial dəstək paketi kimi deyil, həm də peşəkar diplomatik korpusun formalaşdırılmasına yönəlmiş institusional islahat kimi qiymətləndirilməlidir. Onun fikrincə, bu addımlar təcrübəli diplomatların sistemdə saxlanılmasına, yeni və peşəkar mütəxəssislərin diplomatik xidmətə marağının artırılmasına və ümumilikdə Azərbaycanın diplomatik xidmətinin səmərəliliyinin yüksəldilməsinə müsbət təsir göstərə bilər. Beləliklə, Milli Məclisdə müzakirə olunan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə diplomatların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi tarixə düşə bilər.